İndi sözü verək ona. Şifadə xanımın sayəsində, onun təşəbbüsü ilə Şuşaya yollanırıq. Çox sağ olsun ki, bizi bura dəvət edib, bu kəndlərə qoşulmuşuq. Bu insanlarla bərabər basırıq, insanlarla Şuşaya gedirik. Mənim qardaşım Qarabağda itki oluşub 1992-ci ildə, hələ də ondan xəbər yoxdur. Neçə illərdir gözləyirik yolunu, axır ki, onun etdiyi torpaqlara baş çəkməyə gedirik. Allah ona, bütün şəhidlərimizə rəhmət eləsin. Allah gözləri, məkanları qullar olsun. Allah səbir versin sizə. Sağ olun. Cənnət eləsin onların məkanlarını. Sağ olun. Deməli,